Bu ölkə İran səfirinin etimadnaməsini qəbul etmədi. Söhbət Livandan gedir. Livanın Xarici İşlər Naziri Yusif Raci İranın bu ölkəyə təyin olunan yeni səfirinin etimadnaməsini qəbul etməyib. Bu barədə Livanın Əl-Əxbər qəzeti məlumat yayıb. Stat: Ölkənin Xarici İşlər Naziri İranın yeni səfirini qəbul etmək üçün hüquqi prosesi keçməkdən imtina eləyib. İki ölkə arasında səfir mübadiləsi prosesini faktiki olaraq dayandırıb. Məlumatda qeyd edilir. Onda vurğulayaq ki, bundan öncə Livanın Xarici İşlər Naziri Yusif Raci Tehrana səfərdən imtina eləmişdi. İran Xarici İşlər Nazirliyinin rəsmisi İsmail Bəqai isə Livanın yeni səfirinin artıq Tehrana gəldiyini vurğulamışdı. Eyni zamanda İran səfirinin də tezliklə Beyruta gedəcəyini bildirmişdi.